Salam gənclər, hər birinizi xoş gördük. Bu gün sizinlə yeni ikinci cəhd kitabımızdan aşkar operatorlar mövzusunun izahına baxacağıq. Vaxt itirmədən suallara keçək. Birinci sualla başlayaq. Birinci sualda bizdə burada 7 rom 4. Birinci bunu həll etməliyik. 7 rom 4. Əgər həll etsək, sol tərəfə təbii ki A, sağ tərəfə də B yazırıq. Çünki burada rom operatoruna baxırıq. Operatorun solunda A, sağında da B var. Və bunu yerinə yazdırdıqda düsturumuz nədir bizim? A plus 3B. Yəni olacaq bizdə 7 plus 3B. 3 vurulsun 4. 12, 7, 19. Yəni ki, birinci mötərizənin cavabı oldu 19. Daha sonra keçirik ikinciyə. İkinci mötərizəni hesablasaq, yenə romb operatorudur. 2, 5. Və yenə sol tərəf A olur, sağ tərəf B olur. Bunu hesablasaq, A plus 3B. 2 plus 3B. 3 vurulsun 5. 17 üstə 2, bu da oldu 19. Hər ikisi 19 elədir. Bəs bizdə burada daha doğrusu bu 17 üzrü sayın 15 üstəki 17. Bəs bizdə burada üçüncü operator, bura 17, bunu da qeyd elədik. Arada isə kvadrat operatordur. Üçüncü 19, kvadrat operator 17. İndi sol tərəf A-dır, sağ tərəf B-dir. Düsturumuz nədir bəs? Baxın, kvadrat operatorunda soldan sağa çıxıb, yəni A-dan B-ni çıxıb kvadrata qaldırır. 19 çıxılsın 17-nin kvadratı. 2-nin kvadratı, bu da olacaq 4. Deməli, bizim birinci sualda düzgün cavabımız olacaq B variantı 4. Növbətdə keçək ikinci suala. İkinci sualda isə bizdə dairə operatoru və üçbucaq operatoru var. Və yerinə yazsaq bunu. Birinci nəyə həll edəcəyik? Təbii ki, dairə operatoru. Birinci 2, dairə 4. Sol tərəfdə A-dır, sağ tərəfdə B-dir. Bunu həll etdikdə nə baş verəcək? Baxın, dairə operatorunun qüvvəti buradadır. A qüvvətdə B, 2 qüvvətində 4. Bu da 2, 4 olacaq 16. İkincisi 8 dairə 2-ni əldə edirik. 8 dairə 2. Bu A-dır, yenə bu da B-dir. Bəs burada nə olacaq? A qüvvətində B, 8 qüvvətində 2, yəni 64. Birinin cavabı 16 oldu, birinin cavabı isə 64. Yəni, baxın, bu mötərizə 16-dır, bu isə 64-dür. Arada da üçbucaq operatoru var. 16, üçbucaq 64. Üçbucaq nə edir? Bəs B-ni A-ya bölür. Uşaqlar, baxın, bu A-dır, sağ tərəf isə B-dir. Solu sola, sağı da sağa bərabərləşdirirsiniz. 64 bölünsün 16 plus 3. 4'ü 64'ü 16'ya bölündü 4, 4'ün üzerine 3 olacaq 7. Deməli, düzgün cavabımız 7 A variantıdır. Növbəti üçüncü suala baxsaq. 3-də isə artıq burada əmsalları var. Gərək diqqətli formada A-nı B-ni hesablayasınız. Məsələn, birinci bizdə 27, 18-i soruşur. 27 kvadrat operatoru 18. Sol tərəfdə baxın, operatorun sol tərəfində 3A-dır kvadratdan. Sağ tərəfdə isə 2B-dir. Deməli, bura olacaq 3A, burada olacaq 2B. Əgər 3A-mız 27-dirsə, A-mız 9-dur. 3A bərabərdir 27 çünki. 2B 18-dirsə, B də 9-dur. Düstur nədir bəs? 2A, 2 vur 9, üstə baxın burada 3B. 3 vurulsun 9. 27 üstə 18, bu eləyəcək 45. Bu birinci mötərizənin cavabı 45. Gəldi ikinci üçün də eyni şeylilik. 15 kvadrat 14. Yenə oraya fikir versəz, sol tərəfdə operatorun solunda 3A-dır, sağ tərəfdə isə 2B-dir. Əgər 3A-mız 15-dirsə, A-mız da 5-dir. Digər tərəfdən 2B 14-dirsə, B də 7-dir. Bunları nəzərə alıb hesablasaq, bəs yenə düsturumuz nədir? 2A, 2 vur 5, üstə 3B, 3 vurulsun 7. 21 üstdən olacaq 31. Buranın cavabı oldu 31. Artıq biz hər ikisinin cavabını bilirik. Biri 45-dir, biri 31. Arada isə ox operatoru var. İndi isə bunu həll eləsək, 45, ox operatoru 31. Burada fikir versiniz, elə sol tərəfi A-dır, solu sola, sağa da sağa bölüşdüm, oldu B. Düstur nədir? 4 vurulsun A çıxılsın B. 4 vurulsun 45 çıxılsın 31. 4 vur 14, bu da olacaq 56. Deməli, yekun cavabımız bərabərdir 56-ya, o da B variantıdır. Bu da oldu 3-cü sual, keçib 4-cü suala baxaq. 4-də isə artıq burada operatorun özündə sol tərəfdə qüvvət də var. Məsələn, burada 3-4-ü yazsaq, birincisi 3. Yəni, bu melodiya işarəsində mən 3 bucaq edeyim ki, rahat çəkək. Onsuz da operatoru burada şərti məna daşıyır. Bunu özümüz başqa həndəsi fiqurunu əvəz edə bilərik. Olsun bir 3 bucaq operatoru. 3 bucaq operatoru 4 bərabərdir. Fikir versək, sol tərəfdə bizdə x-dır, sağ tərəfdə isə y-in kvadratıdır. Bu x-dır, bu da y-in kvadratıdır. X ilə 3-ə bərabərdir bu heç. Amma y-in kvadratı 4-dürsə, y buradan olacaq 2. Deməli, x-imiz 3, y-imiz də 2. Yerinə qoysaq bəs 3x, 3 vur x, 3 vur 3, üstə y çıxılsın 1. 11-dən də 1 çıxanda olacaq 10. Bəs ikincisinə baxsaq, 7 operator, bu 3 bucaq operatorunu əvəz etmişik də bunu, 25.
Yenə bu x-də sağ tərəfsi y-in kvadratıdır. X-imiz elə 7 olur, y-imiz neçə olur bəs? Kvadrat 25-dir, özü də 5-dir. Bunu indi yazırıq yerinə. Hesablasaq nə baş verəcək? Olacaq sağ tərəfdə 3x, 3 vur 7, plus y, 5, çıxılsın 1. 26-dan 1 çıxılsın 25. Artıq hər ikisinin cavabını tapdıq. Bu, deməli 10-dur, bu isə 25-dir. Arada romb operatoru var. Rombda nə baş verib bəs? X-in kvadratı, onun kvadratının üzərinə gəlmişik biz burada nə? Y-i üstədə 2. 125 üstə 2 olacaq 127. Deməli, düzgün cavabımız olacaq A variantı. Yəni, fərqi yoxdur, orada kvadratdır, sol tərəfdə əmsaldır, kəsirdir və s. Həmişə biz birinci ədədi həmin sol tərəfdəki düsturdakı dəyişənə bərabərləşdirməliyik, sağ tərəfdə sağa, ondan sonra ifadəyə tapıb yerini yazmalıyıq. Bu oldu 4. 5-də də oxşar qaydadır, gəlin 5-i həll eləyək. Deməli, biz bunu da eyni şəkildə, mən bunları da 3 bucaqla əvəz eləyirəm, bu da olsun bir 3 bucaq, təbii ki, bu da 3 bucaq, rahat formada yazaq deyəm. Olacaq belə, 15 94 yazaq, 90 operator 4, 90 3 bucaq operatoru 4. Sol tərəf 15x-dir, sağ tərəf isə y-dir. 15x 90-a bərabərcə x-imiz 6-dır. Y də zaten 4 imiş. Bəs nədir? Həllə 4x, 4 vur 6, üstə 5y, 5 vur 4. 24 üstə 20 olacaq 44. Bu birincinin cavabı. Gəlib sonra ikincini həll edirəm. 28 kvadrat operatoru 5. Sol tərəf 4x-dir, sağ tərəf isə y-dir. 4x 28 x olacaq 7. Y də 5. Bizə nəyə soruşur? X vur y. 7 vur 5, çıxılsın 4. Bu da olacaq 31. Uşaqlar, bu sualı digərlərindən fərqli olaraq, məsələn, digər suallarda orada operator var idi, amma burada operator yoxdur. Sadəcə deyir ki, bunları hesabla və topla. Bunun cavabı oldu 44, bunun cavabı oldu 31. Fikir versiniz, arada toplama şarjıdır. Mən bunu toplayıram. Toplasaq neçə olacaq? 75. Məsələn, çıxma olsa çıxacaq da, operator olsa, operator kimi yeni yazıb həll edəcəkdir. İlkin cavabımız nə oldu? 75, Y variantı. Növbəti, 6 ilə davam edək. Deməli, burada. Əvvəlcə təbii ki, günəş operatorunu həll edirik. 7, günəş operatoru 2. 7, günəş operatoru 2. Bunu həll eləsəz, günəş operatorunun baxın, sol tərəfində elə A, sağ tərəfində isə B var. Düsturu nədir? Bəs 2A, 2 vur 7, plus B. 14 üstə 2 oldu 16. Daha sonra nə əldə edirəm? Təbii ki, kvadratı. 24, 27 daha doğrusu. Kvadrat 31. Bu nədir? Bəs düsturu baxın, buradadır. B çıxılsın A. Yəni 31 çıxılsın 27. Bu da olacaq neçə? 4. Yaxşı, bunun da cavabı 4 oldusa, bunun cavabı 16-dır, bunun da cavabı 4-dür. Və arada fikir versiniz, dairə operatoru var. Dairə nə iş görür bəs? Dairədə A üstə 3B. Yəni 16 üstə gəlsin 3 vurulsun 4. 16 üstə 12 olacaq 28. Yəni bizim yekun cavabımız olacaq B variantı. Növbəti burada 7-ci suala baxaq. 7-ci sualda deməli, əvvəlcə nəyə həll edirik? 6 romb operatoru 70. Baxsaz burada sol tərəfdə bizdə x-dir, sağ tərəfdə isə 10 y-dir. 10 y 70 y-imiz neçə olacaq? 7. X isə 6-dır. Bəs həlli x üstə gəlsin, burada düstura baxsaz 6 y. 6 üstə 6 y, 6 vur 7. 42 üstə 6 olacaq 48. Daha sonra isə 33 bucaq 18-i həll etməliyik. Onun düsturuna burada baxsaz artıq hər ikisinin əmsalı var. Burada 5x-dir, burada isə 2y-dir. Əgər 5x 30-sa x-imiz 6-dır. 2y 18-si y-də bərabərdir 9-dur. Və bunları yerinə yazıb hesablasaq olacaq belə. X üstə 6y. Daha sonra x vur y çıxılsın 3. Baxın, burada qoymalıyıq. Burada yerinə qoysaq 6 vurulsun 9, çıxılsın 3. 54-dən 3 çıxacaq olacaq 51. İndi bunun cavabı 48 idi. Bunun da cavabı 51 oldu. Bunları da toplayırıq. 48 üstə 51 olacaq 99. O da C variantıdır. Növbəti 8-ci sual. Burada 13A 2B-nin kubu. Yaxşı, həll eləsək bəs. 13A, bir saniyə, əvvəlcə ədədin özünü yazaq. 78, operator smaylikdir, 250. Əgər fikir versəz, sizə sol tərəfdə 13A-dır, sağ tərəfdə isə 2B-nin kubu. 13A 78 isə asandır, burada 6-dır. Amma 2B-nin kubu 150-dirsə, bunun hər tərəfini 2-yə bölürsünüz. B-nin kubu 250 olur 125. B-də neçə olacaq? Olacaq 5. Və aparıb yazırıq yerinə. A-ların yerinə 6, B-lərin yerinə isə 5.
Düsturda baxın buradadır. A üstə 2B. 6 üstə 2 vur 5. Bu da eləyəcək 16. Bəs digərini həll eləsək 91 operator 250. 128. Bu da bərabərdir. Sol tərəfdə 13A, sağ tərəfdə yenə 2B-nin kubudur. 13A 91-dirsə, A-mız olacaq 7. 2B kubumuz 128 isə B-nin kubu olacaq 64. Buradan tapacaq ki, B də bərabərdir 4-ə. Hər ikisini yazıram yerinə. Düsturumuz nədir bəs? A üstə 2B. 7 üstə 2 vur 4. 8 üstə 7 olacaq 15. Yaxşı, bunun cavabı deməli oldu bizdə 16. Bunun da cavabı oldu 15. Arada kvadrat operatoru var. Kvadratda baxsaq, sol tərəf A-dır, sağ tərəf 3B-dir. Bura A-dır, bura 3B-dir. 3B 15-dirsə, B də 5-dir. Yerini yazırıq. 5 üstə A vur B. 5 üstə 16 vurulsun 5. A vur B. O A 16-dır, B də 5-dir. 5 vur 80 olacaq 85. Yəni cavabımız olacaq Y variantı. Növbəti 9-cu suala baxaq. Birinci saniyə. 9-da buradan sol tərəfdə B kvadrat olan operatorumuz da var, B də var. Əvvəlcə bunu həll edirik. Əgər fikir versəz, burada sol tərəfdə 27, melodiya işarəsi 81. Bu elə A-dır, amma bu isə B-nin kvadratıdır. B-nin kvadratıdırsa A ilə 27 oldu. B-si olacaq 9. Və yazırıq yerinə A bölünsün B. 27 bölünsün 9. Bu da elə də 3. Bəs 36 324-ü həll eləsək, 36 324. Yenə bu A-dır, bu isə B kvadratıdır. B kvadrat 324 isə bu 18-dir. A da 36-dır. Düstur nə olacaq bəs? A böl B. Yenə eyni şey, 36 böl 18 bu olacaq 2. Yaxşı, biz hər ikisinin cavabını tapdıq. Birinci saniyə, deməli, bunun cavabı, birinin cavabı 3-dür, bunun cavabı isə 2-dir. Arada da günəş operatoru var. Yaxşı, bunu nəzərə alsaq, günəşdə bəs düstur nədir? B qüvvətində A, 2 qüvvətində 3. O da eləcək 2-nin kubu 8. Növbəti baxırıq burada 10-cu suala. Onda artıq hər birinin əmsalı var. 64 operator 48-i hesablasaq. Fikir versə, sol tərəfdə 8x-dir, sağ tərəfdə isə 12y-dir. Sol tərəfə sola verir. 8x 64 x 8-dir. 12y 48 y də 4-dür. Olacaq belə 2x 2 vur 8 üstə y kvadrat. 16 16 oldu 32. Gəldik sonra digərinə 105 operator 20. Bunu həll eləsək bəs, sol tərəf 7x-dir, sağ tərəf isə 5y-dir. 7x 105 eksi 15-dir. 5y 20 y də 4-dür. Olacaq belə 15 çıxılsın 3y. 3 vur 4. 15 çıxın 2 olacaq 3. Yaxşı, bu 32-dir, bu da 3-dür. 32 hissəsi olacaq 35. Deməli, yekun cavabımız olacaq A variantı. Növbəti gəldik 11-ci suala. Yenə də burada təbii ki, qarışıq görünsə də sol tərəfi sola, sağı da sağa bərabərləşdirməlisiniz. Baxın, bizdən bunu soruşur. 8 dairə 8. Sol tərəf nədir? A üstə 4. Sağ tərəf B-nin kubu. Əgər A-nın üzərinə 4 gələndə 8 elirsə, A-mız 4-dür. B-nin kubu da 8-ə bərabərdirsə, kubu 8 olan 2-dir. İkisini ayrı tapdıq. Bəs düstur nədir? B çıx 1, 2 çıx 1, vurulsun A-nın kubu, 4-ün kubu. Bu da elə 64 eləyər. 1 vurulsun çünki 64. Hə, tapdım ki, məndə buranın cavabı 64-dür. Və arada 3 bucaq operatoru var, 16. Fikir versiniz, 3 bucaqda sol tərəf 2A-dır. Bu 2A-dır, bu da B-dir. 2A 64 aynı neçədir? 32. Qayda nədir bəs? 2B, 2 vur 16, çıxılsın A 32. 32 çıx 32 olar 0. Belə bir şey var burada. Hə, düzgün cavabımız olacaq A variantı. Yəni fərqi yoxdur, orada mötərizənin tənlikdir, ya nə bilim kubdur, kvadratdır, əmsaldır, kəsr formadadır. Sadəcə sollar 1, sağlar isə 1 bərabərləşdirmək lazımdır. Növbəti 12-yə baxsa bəs, burada nə baş verib deyəm. Fikir verin, orada birinci 39, yenə mən bunu 3 bucaqla əvəz edeyim ki, bunu rahat tapa bilək. 39, 3 bucaq 26. Sol tərəfdə fikir versəz 13y-dir, sağ tərəfdə isə 13x-dir. Şurada bunu qarışdırmayın, götürüb tərs bərabərləşdirməyin. Orada y və x olması bir şey dəyişmir. Həmişə sol tərəfi sola, sağı sağa bərabərləşdirməlisiniz. Yəni siz buradakı 13y gətirib 39-a bərabərləşdirməlisiniz. Sağ tərəfdəki 13x isə 26-ya. Götürüb tərsinə 13y 26-ya, 13x 39-a bərabərləşdirməyin. Bu səhvdir. Həmişə sol tərəf sola, sağda sağa.
İndi hesablasaq, y-imiz olacaq 3, x-imiz olacaq 2. Yerinə yazırıq x vur y, 3 vurulsun 2, plus 2. Bu da olacaq 8. Yəni, buranın cavabı oldu 8. Bunu bildik artıq. Burada bizim cavabımız 8-dir. Gəldik ikinciyə. İkinci isə 100 aşağı 3 bucaqdır. 24, 125. O isə buradakı düsturdur. Yenə baxın 12y x-in kubu. Sol tərəfi sola bərabərləşdirirsiniz. Bura 12y düşür. Burada isə x-in kubu. 12y 24y olur 2. X-in kubu 125 x olur 5. Bəs qayda nədir? Y plus x. Olacaq belə 2 üstə 5. Bu da olacaq 7. Bunun da cavabı oldu 7. 8 üstə 7. Bu da olacaq 15. Yəni bizdə Y variantı. Növbəti 13. Baxın 13-ə görə burada nə baş verib? Yenə dairədən başladıq. 40 dairə 16. Bunu həll eləsək 40 dairə 16. Biz tapacağıq ki, burada sol tərəf 5a-dır, sağ tərəf b-nin kvadratıdır. 5a-mız 40-a bərabərdirsə, a-mız olacaq 8. Sonra b-nin kvadratı 16-dırsa, b-imiz də 4. Düstur nədir? Bəs dairə operatorunun düsturuna baxsanız, a bölü 2, 4 bölü 2, plus 3b, 3 vurulsun 4. 12 üstə 2 olacaq 14. Yəni, bunun cavabı oldu 14. Sonra həll edirəm kvadrat operatorun. 64 kvadrat 12. Sol tərəf a kubudur. Sağ tərəf 3b-dir. Kubu 64-dürsə, özü 4-dür. 3-ə vuranda 12 ilə, o da 4-dür. Qayda nədir? Bəs a üstə 2b. 4 üstə 2b. 2 vur 4. Bu da oldu 12. Deməli, buranın da cavabı oldu 12. Arada da bu operator var. Bunu yenə 3 bucaq eləyək. 14 operator 12. Əvvəlcə biz tapmalıyıq ki, burada bizim A və B-imiz nəyə bərabərdir? Deməli, sol tərəf 3 bucaqda, sol tərəf 4A-dır. Bir dəqiqə, burada nəyə səhv hesablamışıq? 4 bölü 2, çox üzrü sayın. Burada bizdə operatordur. Mən yuxarıdakını götürüb götürmüşəm. Burada B kvadratdır, mən 3B yazmışam. Ona görə də buranın düzəldək. Bu B kvadrat olmalıdır. Onda bura 4-ün kvadratının üzərinə gəlirik. Necə saniyə? 4-ün kvadratı 14 üstə 2, 16 olur. Yəni, bu 16-dır. Həm də düzələr. 16, 12. Bunu həll eləsək, 16 operator 12. Fikir versə, sol tərəfi 4A-dır, sağ tərəfi 2B-dir. Bura 4A-dır, bura isə 2B-dir. 4A 16-dırsa, A-mız olacaq 4. 2B 12-dirsə, B-imiz olacaq 6. Qaydası da baxın, 3 bucaqdır. A üstə B kvadratıdır. A üstə B kvadratı, bu da olacaq 4 üstə 6-nın kvadratı. 36 üstə 4 eləyəcək 40. Növbəti 14-cü suala baxaq. Deməli 14. Burada isə məsələ daha rahatdır. Baxın, sadəcə sol tərəfi sola, sağa da sağa bərabərləşdirməlisiniz. Əgər 1A, 1 çıx A bərabərdə 16-dırsa, bu tərəfə keçir. Mənfi A bərabərdə 16, A da olur mənfi 15. Burada deyini şeydir. 1 çıx B bərabərdə 13. Axı, bu tərəfə keçir 12 olur. Onda B-imiz olur mənfi 12. Yazırıq yerinə. Düstur nədir? A vur B. Olacaq nə? Mənfi 15 vurulsun mənfi 12. Aşağıda da B çıxılsın A. Mənfi 12 çıxılsın mənfi 15. Yuxarıda mənfini mənfiyə vuruq olur. Müsbət 180. Aşağıda isə mənfi 12 üstə 15. Mənfi üçün ki müsbət edir. Burada da böyükdən kiçik çıxıb böyük şahisini saxlayırıq da. 180 bölünsün 3. Bu da olacaq 60. 60 da bizdə A variantıdır. Növbəti burada isə tənqid tipli sadəcə yerini yazıb həll edirik. 10 kvadrat 5. Nədir düsturumuz? Baxın, sol tərəfdə A vur B-dir, bu da B-dir. Yəni, mən tapdım ki, B-imiz bərabərdir 5-ə. Yəni, o zaman A-nı tapaq. Axı, A vur B bərabərdir 10-a. Yəni ki, A vur 5 bərabərdir 10-a. Mən tapsam A-mız nəyə bərabərdir? A-mız isə 2-ymiş. Onda həll eləndə 2A, 2 vur 2, üstə 3 vur 5. Bu da olacaq 19. Yəni, B variantı. 16-da isə sadəcə sol tərəfi sola, sağa da sağa bərabərləşdirdik. A-mız oldu 5, B-miz də oldu M. Qayda nədir bəs? 3A üstə 2B, yəni 3 vurulsun 5, üstə gəlsin 2B, 2 vurulsun M, çıxılsın 1, bərabərdə 18-ə. 15-dən 1 çıxanda 14 edir. Bu tərəfə keçirsək, 2M bərabərdə 18 çıx 14, 4. M-i də tapsaq, M də olacaq 2. Yəni, düzgün cavabımız olacaq B variantı. 17 oxşar formada sol tərəfi A ilə A-nın yerindədir, B isə 1-in yerindədir. Nə olacaq bəs? 3A kvadrat üstə gəlsin 5B. 5 vurulsun 1 bərabərdə 32.
O zaman olacaq belə 3a kvadrat bərabərdir 27. A-nın kvadratı 9, A-mız olasıdır 3. O da C variantı. Növbəti 18-ə gəldik. Bunlarda isə əvvəlcə mötərizənin için yerinə qoyub həll etmək, sonra isə çölə çıxmaq lazımdır. Baxın, birinci bunu həll edirik. 7 üçbucaq bərabərdir. Üçbucaq operatoru buradadır. 2a plus 1. 2 vur 7 plus 1. 14 üstə 1, 15. Bu oldu mötərizənin cavabı. Yazdıq yerinə. Kvadrat operatoru 15. Bəs uşaqlar, kvadrat nə edir? Baxın, yanındakı a-nın kvadratını tapıb. 15-in kvadratı çıxılsın 25. 225-dən 25 çıxanda da olacaq 200. Yəni A variantı. 19 oxşar qaydada əvvəlcə üçbucağın içini hesab edirik. Yəni üçbucaq 2 bərabərdir. Baxın, üçbucaq A-nın kubu, 2-nin kubu, bu da oldu 8. Yəni bura 8-dir. İndi belə dairə operatoru 8. Bəs dairə nə iş görür? Baxın, burada A-nın kvadratı. Olacaq 8-in kvadratı, bu da 64. Yəni C variantı. Növbəti 20, bu da oxşar qayda sualdır. Əvvəlcə burada isə kvadrat həll edirik. 7 kvadrat. Bu nədir bəs? 3a plus 1. 3 vur 7 plus 1. Oldu 22. Bura oldu 22. Və 3 bucaq. 3 bucaq həll etsək bəs. Baxın, o da a çıx 2-dir. 22 çıxılsın 2. O da olasıdır 20. 20-də Y variantı. 21-də yəni burada da hesab eləyək. Əvvəlcə bir dairə operatoru. Nə olacaq? 7a plus 1. 7a plus 5. 12. 12 bizdə mötərizənin cavabıdır. Sonra mötərizə operatoru 12 yazdıq yerinə. Əvvəldə də dairə var. Bu isə 3 artıq 7 imiş. 3 vur 12 çıxılsın 7. 36 çıx 7 də olacaq 29. Növbəti 22-ci suala baxaq. Bu digər suallar oxşar olsa da əslində burada fərqlidir və daha qəlizdir. Biz bayaqdan hazır cavab tapıb gətirib yerinə yazırdıq. Amma indi fikir versəz, bizə A operatorunun yanında ifadənin özü neçə olduğu verilmir. Məsələn, bayaqdan 5 olduğu, 7 olduğu verilirdi. Burada isə sadəcə A olduğu verilib. Amma bizə cavabı verilib. Yəni biz cavabı əsasən əvvəlkilərdə tapmalıyıq. Buna görə də əslində qayda dəyişmir. Əvvəlcə mötərizənin için həll edirik, sonra isə aparıb bunu yerinə yazırıq. Əgər baxsaz, A üçbucağın cavabı nədir? A üçbucaq operatoru. Bu niyə bərabərdir? 3 saat çıxılsın 7. Necə ki, bayaqdan cavabı aparıb yazırdıq yerinə. Məsələn, 15, 20 nə alıb aparıb yerinə yazırdıq mötərizədə. İndi nə aldıq? 3 saat çıx 7. Aparıb yazırıq yerinə. Olur belə, kvadrat operatoru 3 saat çıxılsın 7 bərabərdir 35-ə. İndi sadəcə burada diqqətli oluruq ki, mən bura fikir versəm, kvadrat operatoru yanındakı A-nı 3-ə vurub, üzərinə 11 gəlib. Yəni bu kvadratın yanının nə olması çox da bizə maraqlı deyil. Mötərizədir, ifadədir, 5-dir, 3-dür, 15-dir, nə olursa olsun. Yəni sadəcə kvadrat operatoru yanındakı ifadəni 3-ə vurub, üzərinə 11 gəlib. Bizdə isə yanında bu mötərizədir. Yəni fərqi yox dediyim kimi. Orada mötərizədir, 3 rəqəmlidir, 2 rəqəmlidir, adi biletdə bunun fərqi yoxdur. Sadəcə biz kvadratın yanındakı ifadəni 3-ə vurub 11 gəlməliyik. Ona görə də bütün bu mötərizəni vururam 3-ə. 3 vurulsun, 3 saat çıx 7 və üzərinə 11 gəlirik. Bərabərdir 35-ə. İndi bunu hesablasaq, olacaq belə 9a çıxılsın 21, üstə 11 bərabərdir 35. Buradan 9a çıxılsın 10 bərabərdir 35. Bu tərəfə keçəndə 9a 45 və a-mız olacaq 5. Yəni sadəcə diqqətli olmalısınız ki, bu mötərizənin özünə bir də ümumi a kimi baxırıq. Yəni operator nə edirsə, bunu mötərizəyə tətbiq edirik. Növbəti 23 də eyni bu sual formasındadır. Baxın, a kvadrat çıx 7-ni bu üçbucağın cavabını birbaşa aparıb yazıram burada yerinə. Olacaq belə, kvadrat operatoru a kvadratı çıxılsın 7 bərabərdir 0-a. Bəs yaxşı kvadrat nə edir? Baxsaz kvadrat yanındakı operatoru a-nı yazıb a-nın kvadratı çıxılsın 81. Yenə də burada mötərizə olması bir şey dəyişmir. Biz bütöv mötərizənin kvadratı yazacağıq. A kvadratı çıxılsın 7-nin bütöv mötərizənin kvadratı çıxılsın 81. Yəni bütöv mötərizənin tipoloğisi burada o aiddir. Bərabərdir 0. Bunu müxtəsər kimi açmağa ehtiyac yoxdur. Keçirirsiniz sağ tərəfə. Olur belə, a kvadratı çıx 7-nin kvadratı bərabərdir 81. Bu da 9-un kvadratıdır. Hər tərəfdən kök alsaq, a kvadratı çıx 7 bərabərdir 9. Bunu da bu tərəfə atsaq, a kvadratı 16. Oradan da kök alsaq, a olacaq 4. Deməli, a-nın əvvəlki qiyməti bərabər imiş 4-ə. O da oldu C variantı. 24 də həmçinin birə-bir bu formada. Deməli, burada da əvvəlcə aparıb yazırıq. Bu a kvadrat çıx 15-i 3 bucağın cavabını 3 bucaqda yazdıq.
oldu kvadrat operatoru a kvadrata çıxılsın 15 bərabərdir 0-a. Bəs yaxşı kvadrat nedir? Kvadrata baxsaq, bu kvadrat operatoru da mötərizənin altındakı ifadəni, yəni baxın bu a-nı kvadrata qaldırıb 15 çıxmalıdır. Yəni biz yazmalıyıq belə. A kvadratı çıx 15-in kvadratı həmin bu kvadratdan çıxmalıyıq bu ifadəni 100-ü. Bərabərdir 0. Yenə bunu bir tərəfə keçirdiniz. A kvadratı çıx 15-in kvadratı bərabərdir 100. O da onun kvadratıdır. Hər tərəfdən kök alsanız, ardından buradan yazın. A kvadratı çıxılsın 15 bərabərdir 10-a. A kvadratı bərabərdir 25-ə. A-mız olacaq 5. Deməli, yekunda bizim cavabımız bərabərdir 5-ə. O da təbii ki, B variantıdır. Yəni, bunlarda sadəcə düzgün formada operatoru tətbiq etmək lazımdır. Gəldik növbəti sualımızda. Burada isə yenə sol tərəfləri və sağ tərəfləri bərabərləşdirir. Bu A bərabərdir onda M-ə, A bərabərdir M. Sağ tərəfdə isə B çıx 3 bərabərdir 3-ə, B də bərabərdir 6-ya. Yaxşı, yerini yazsaq, bəs qayda nədir? A üstə B kvadratı, M üstə 6-nın kvadratı bərabərdir 81. Yəni A-nın yerinə burada M yazdım, B-nin yerinə isə 6 yazdım. Və nə olacaq burada? B, M üstə 6 bərabərdir 81 də 9-un kvadratı daxı. Bərabərdir 9, M də bərabərdir 3-ə. Deməli, M-in yerində burada 3 olmalıdır ki, hər şey düz olsun. Növbəti 26-da isə sol tərəfi və sağ tərəfi ayrı-ayrı həll etməliyik. Baxın, 4 dairə 12. Bu nəyə bərabərdir? A kvadratı, 4-ün kvadratı plus 12. 16 plus 12 olacaq 28. Burada isə S operator 3. Bu yenə A-nın yerindədir, bu isə B-nin yerindədir. Bəs düstur nədir? A kvadratı, yəni S-nin kvadratı plus B. Təbii ki, bərabərin sol tərəfi sağa bərabərdirsə, bizim aldığımız cavablar da bərabər olmalıdır. 28 bərabərdir S kvadrat üstə 3. O zaman S kvadrat 25-dir, S-miz olacaq 5. O da bizdə D variantıdır. 27 də birə-bir oxşar sualdır. Deməli, burada həll eləsək. Əvvəlcə S romb 6-nı həll edirəm. Baxaraq ki, düstur nədir? 2A üstə 3B. 2 vurur 8, daha sonra S üstə gəlsin 3B. 3 vurulsun 6. Bəs ikinci 6 romb 4-ü həll edirik. İndi bu A-nın yerində, bu isə B-nin yerindədir. 2A, 2 vur 6, üstə 3B. 3 vur 4. Bu da oldu 24. Axı sol tərəf, sağ tərəf bərabər idi. Olacaq belə 2S üstə 18 bərabərdir 24-ə. Buradan 2S bərabərdir 6-ya. S də olacaq 3. Növbəti 28. Artıq burada sol tərəfi və sağ tərəfi ayrı-ayrı həll edəcəm, operatorlar fərqlidir. Məsələn, birinci M dairə 2 operatorunu həll etməliyik. Birinci sayını buradan yazaq. M dairə 2. Əgər fikir versəz, dairə operatoru buradadır. Bu A-nın yerindədir, bu da B-nin yerindədir. Bəs həllində nə edir? B-ni, yəni 2-ni vurur A plus 3-ə, yəni M plus 3-ə. Bu oldu 2M plus 3, yəni 2M plus 6. Sonra gəlib digərini həll edirəm. 1, 3 bucaq M. Bu nəyə bərabərdir? Yenə bu A-nın yerində, bu da B-nin yerindədir. Həll etsək olur belə. A, 1, vurulsun M plus 8. Bu da M plus 8 olur. Yaxşı, bunları bərabərləşdirsək. 2M plus 6 bərabərdir M plus 8. Bu tərəfə keçəndə M də olur 2. Deməli, bizim düzgün cavabımız olmalıdır 2. O da B variantı. Növbəti 29. 29 da birə-bir oxşar sualdır. Sadəcə burada əmsallar falan var. Nəzərə almalıyıq. Əgər nəzərə alsaq, onda nə baş verəcək burada? Deməli, bizdə 3A, B. Aparıb yazıram yenə. 9, 3 bucaq, M. Baxın, sol tərəfdə 3A-dır. Sağ tərəfdə isə B-dir. 3A 9-dursa, A da 3-dür. B də M-ə bərabərdir. A kvadratı çıxılsın B. 3 kvadratı çıxılsın B. Yəni M. İkinci sağ tərəfini əldə eləsək, M ürək 12. Bu nəyə bərabərdir bəs? Sol tərəfdə ürəkdə baxın A-dır, sağ tərəfdə 4B. 4B-miz 12-dirsə, B-mizə 3-dür. Qaydan da bəs 2 vurulsun A plus B. M plus 3. Bu da olacaq 2M plus 6. Bunları da bərabərləşdirik. Əgər bunları bərabərləşdirsək, 2M plus 6, burada 6 idi, görünmür bizdə. Bərabərdir buna. Yəni, sol tərəfi sağa bərabərləşdirir. 9 çıxılsın M, yəni bu 3-ün kvadratı çıx M idi, bərabərdir sağ tərəfə. 2M plus 6-ya. M-i bu tərəfə keçirsə, müsbətlə keçir, 3M. Bunu tərəfə keçirsə, mənfi ilə keçir. 9-dan 6-na çıxdıq, oldu 3.
3-ün 3-dürsə, m də olacaq 1. Deməli, bizdə m-in qiyməti bərabərmiş 1-ə. O da A variantıdır. Növbətə gəldik 30-cu sual. Burada isə əvvəlcə mötərizənin həllini tapıb, sonra isə onu çölə çıxarmaq lazımdır. Baxın, operator nə edir? 2A üstə B. Bizdə A-nın yerində x durub, B-nin yerində isə 8 durub. Onda bunu həll eləsək, x operator 8. Bu tutaq ki, 3 bucaq operatordur. Bu hamısı. 2A, 2 vur x plus B. Oldu 2x plus 8. Həmin bunu aparıb yazırsınız mötərizədə yerinə. Olacaq belə, mötərizənin cavabıdır bu. 2x plus 8 operator 3 bərabərdir 35. Yenə deyirik, orada mötərizə olmasa bir şey dəyişmir. Operator normalda nə edir? Operator fikir versəz, yanındakı ifadəni, yəni sol tərəfindəki ifadəni A-nı vurur 2A-ya. Onda biz operatorun sol tərəfindəki 2x plus 8-ə bütöv bilən A kimi baxacağıq və bunu vuracağıq 2-yə. Olacaq belə, 2 vurulsun 2x plus 8 plus B-dir, plus 3 bərabərdir 35. Olacaq 4x plus 19 bərabərdir 35, 4x 16, x-imiz olacaq 4. Deməli, olacaq Y variantı. Növbəti 31-də 11-ə 1 eynisidir. Sadəcə burada daha da rahatdır. X planı qoymağa ehtiyac yoxdur, çünki onsuz bizə verib. 68 dairə 2. Nəyə bərabərdir bu? A çıx B, 68 çıxılsın 2 üstə 2. Olacaq elə 68. Yəni, buranın cavabı biraz absurd olsa 68 alınır. Hətta yenə 68 olacaq. Çünki 68 yenə dairə 2 yazacaq. Və yenə də A çıx B, yəni 68 çıxılsın 2 plus 2 olacaq. 68 çıxılsın 2 üstə 2. Yəni, təkrar cavabımız olacaq 68. Y variantı. Növbətdə 32, 8 dairə 1. Bunu hesablasaq, A vur B, 8 vur 1, çıxılsın 2. Olacaq 6. 6 bizə mötərizənin cavabıdır. 6 dairə 3. Bəs burada düstur nədir? A vur B, 6 vur 3, çıxılsın 2. 18-dən 2 çıxacaq, bu da olacaq 16, B variantı. 33. Əvvəlcə təbii ki, mötərizənin üçün həll eləmək lazımdır. 3, 5-i həll edirik. 3, 5. Sol tərəf R-dir, sağ tərəf S. Düstur nədir bəs? R vurulsun, 3 vurulsun, R çıx S, 3 çıx 5. 3 vur mənfi 2 oldu, mənfi 6. Bu mötərizənin cavabıdır, mənfi 6. Aparıb yazırıq yerinə. 4, 3 bucaq, mənfi 6. İndi isə bu R-in yerindədir, bu isə S-in. Bəs qaydamız nə idi? R vurulsun, bərabərdir. 4 vurulsun, R çıxılsın, 4 çıxılsın S, mənfi 6. Mənfi bura müsbət eləyir, olur 4 vurulsun, 4 üstü 6, 10. Bunu da vuranda olacaq 40. Yəni D variantı. Növbəti 34. Burada isə yenə operator aparıb yeni yazıb hesablamaq lazımdır. Əvvəlcə 3 melodiya 7-ni hesablayaq burada. 3 melodiya işarəsi 7. Bu A-nın, bu isə B-nin yerindədir. Nədir qaydası? A üstə B bölü 2. 3 üstə 7 bölü 2. Onun yarısı olacaq 5. Bunun cavabı oldu 5. 3 bucağı hesablasaq. 3, 3 bucaq 2 bərabərdir. Baxın, 3 bucağın üstürü buradadır. 3 vurulsun, A çıx 2B. 3 çıxılsın 2B. 3-dən 4 çıxanda mənfi 1 eləyir. 3 vurulsun mənfi 1. Bu da olacaq mənfi 3. Burada oldu mənfi 3. Yenə təkrar 3 bucağı həll etmək lazımdır. 5, 3 bucaq, mənfi 3. 3 vurulsun, A çıx 2B. 3 vurulsun, 5 çıxılsın 2B. 2 vurulsun, mənfi 3. Mənfi müsbət olacaq. Olacaq belə 3 vurulsun, 5 üstü 6. Yəni 11, o da olacaq 33. Yəni C variantı. Növbətdə 35-ci suala baxaq. Deməli 35. Yenə də 11 melodiya işarəsi 1-ə baxırıq. 11 operator 1. Qaydası A plus B plus bölü 4-dür. 11 üstə 1 bölünsün 4. 12 də 4-ə böləcəyik. Olası da 3. Sonra biz orada həll etməliyik 4 dairə 3. 4 dairə 3-ü həll eləsək, bu da olacaq 2A, 2 vur 4, üstə B-nin kvadratı. 3-ün kvadratı. 8 üstə 6, burada da 14. Və ən sonunda kvadratı yerinə yazırıq. Baxın, bunun cavabı 3 oldu. Bunun cavabı 14. 3 kvadrat 14. Bəs kvadratda nə olacaq? A üstə 3B. 3 üstə gəlsin 3B. 3 vur 14. 42 üstə 3 olacaq 45. 45 də bizdə bircə saniyə. Şu an burada çox üzülürsən. Bu 14-ü mən burada səhv yazmışam. Bu 17 eləyəcək. 8 üstə 9, 17. Burada da 17. 3 vur 17, 51. 51 üstə
3-dən 45 yox, bu olacaq 45-in tərsi 54. O da B variantıdır. Növbəti 36-nın isə düzgün cavabı bu variantlar arasında yoxdur. Yəqin ki, burada hansısa rəqəmdə səhvlik gedibdir. Yəni, burada düzgün cavab çıxmır. 37-yə baxaq. 37-də burada sol tərəfdə də kvadratlar var operatorda. Baxın, 16, romb operatoru 4. Fikir versə, sol tərəf A kvadratdır, burada B kvadratdır. Əgər A kvadrat 16-dırsa, bizim A-mız olacaq 4. Sonra B kvadrat 4-dürsə, B-miz olacaq 2. Bunu aparıb yazırıq yerinə. Nə olacaq? A üstə 3B. 4 üstə 3B. 3 vur 2. 12 üstə 6 üstə 4 olacaq 10. Və növbəti, indi isə 9, 8 yazıram. 9, operator 8. Fikir verirsiniz, kvadrat operatorunda isə sol tərəf A kvadratdır, sağ tərəf isə B kub. Bura A kvadratdır, bu da B kub. Kvadratı 9 olan 3-dür, kubu 8 olan isə 2-dir. Bunları yerinə yazsaq, burada isə 2A çıx B-dir. 2 vur 3 çıx B. Bu da oldu 4. Bu 10, bu da 4. Topladıqda 14. O da B variantı. Növbəti 38. Yenə solu sola, sağı da sağa bərabərləşdiririk. 3C çıx 11-dirsə, 3C çıx 1 bərabərdir 11. 3C 12, C-miz oldu 4. Eyni zamanda 2A çıx 4 bərabərdir 6. 2A 10, A da 5. Qaydası nə idi? A kvadrat, yəni 5 kvadrat, üstə C plus 4, çıxılsın C böl 5. Bu 4-lər getdi, 25-ə 5-ə böldük, oldu 5, C variantı. 39-a da eyni birə-bir eyni qaydada, buradan elə C plus 1 6-dırsa C 5-dir. Digər tərəfdən A üstə 2 5-dirsə A da 3-dür. Bunu da yerinə yazanda A vur C, 5 vur 3 böl 3. Bu 3-lər də gedir, qalır 5. Yəni B variantı. Biz 40-da isə əvvəlcə burada tapmalıyıq ki, 4A kvadrat plus 25-dirsə, bu buradan bunu 5-ə vurub alıb. Yəni 5A-dırmı, yoxsa A-nın kvadratıdırmı? Çünki hər ikisi ola bilər. 5-i 5-ə vuranda da 5-in kvadratı da 25 edir. Onu da buradan tapacağıq. Gəlin hər ikisini yoxlayaq göyə hansıdır? Əvvəlcə fərz eləyək ki, bu məsələn 4 bu A-nın yerində, bu da B-nin yerindədir. Nə olacaq? 4A kvadrat, 4 vurulsun 4-ün kvadratı. Fərz eləyək ki, bu 5A-dır. Görək düz alınır. Əgər 5A götürsək, 5 vurulsun 4. Daha sonra 5B. Burada ya B-dir, ya B-nin kvadratıdır. 5 vurulsun 4. Bu da olacaq 16 vurulsun 4. 64. Üstə 20, 84. Yox. Bu 5B ilə düz gəlmir. Bəs 5B kvadratını yoxlasaq. Onda olacaq belə 4 vurulsun 4-ün kvadratı. Üstə gəlsin B kvadrat. 4-ün kvadratı. Yəni bu A-dır. Bu isə B-dir. 4A kvadrat üstə B kvadrat yoxlasaq. Belə yoxlayanda düz gəlir. Çünki 64 üstən 6 80 edir. Deməli, bizim operatorumuz burada necədir? A operator B nəyə bərabərdir? 4A kvadrat üstə B kvadrat. 5B yox. Onu da hesablasaq 4 kvadrat 3 nəyə bərabərdir? 4 vur 4 kvadrat üstə B kvadrat. Bu da 16 4-ün 64 üstə 9 olacaq 73. E variantı. Növbəti 41-ə baxaq. 41-də də oxşar formadadır. Burada deməli baxırıq ki, A kvadrat 6 alıb. Yəni A-nı tapmalıyıq, sonra onu 6-ya vurmalıyıq. 4 isə 24 olub. 4-ü 24-ə vurmaq üçün almaq üçün nə bilərsiniz? 6-ya vurmaq lazımdır. Deməli düstur belədir də 6A üstə gəlsin 4B. Yaxşı görə bu formada burada uyğun gələcəkmi? Əgər mən buradan 9 bunu sol tərəfi sola, sağı da sağa bərabərləşdirsək. Baxıram ki, A kvadrat 9-dur. O zaman A-mız neçə olacaq? A-mız 3. B-dəki də 4-dür. Bu heç. Aparıb yazaq yerinə. Onda olacaq 6A, 6 vurulsun 3. Üstə gəlsin 4 vurulsun. Üzrüsən burada 6B olmalıdır. Çünki 4-ü 24-ə vurursa bunu 6-ya vurmaq lazımdır. 4 vurulsun 6. 18 üstə 24 42 düz gəlir. Yazma bura tətbiq eləyək. Üstür 6A üstə 6B-dir də. Təbii ki, və A tapmaq şərti ilə. Əgər A-nın kvadratı 4-dürsə, bunu həll eləyək. 4, 3. Deməli, bu A kvadratdır. Bu A kvadratdırsa, A-mız olacaq 2. B-miz elə 3-dür. Düstur nədir? Bəs 4A üstə 4B. 4A, 4 vur 2. 6A, yenə 4 yazırıq. Burada 6A üstə 6B. 6 vur 3. 18 üstə 12, bu da olacaq 30. C variantı.
42 də uşaqlar eyni formadadır. Baxıram mən A-dan 3A kvadrat yazıb, 5-dən isə 20 alıb. Yəni bunu B-yə vurub. Düstur belədir. 3A kvadrat üstə gəlsin 4 vurulsun B. Da birbaşa yerinə yazıram. Olacaq 3A kvadrat. 3 vurulsun 4-ün kvadratı. Üstə gəlsin 4 vurulsun B. 4 vurulsun 3. Bu da olacaq 48 üstə 12, 60. 60 da A variantı. Növbəti 43. Burada artıq biraz diqqətli olmaq lazım. Çünki kəsr falan alınır. Baxın 2A kvadrat 8-dir. 2A kvadrat bərabərdir 8. A kvadratı 4. A da olacaq 2. Sonra digər tərəfdən bizdə 3B də bərabərdir 6-ya. 3B bərabərdir 6. Onda B-imiz olacaq 2. Bəs düstur nədir? A kubu çıxılsın B kvadrata. Onda bizdə 8 dairə 6 bərabərdir niyə? 2-nin kubu çıxılsın 2-nin kvadratı. 8 çıxdı olacaq 4. Digər tərəfdən aparıb bunu yazacaq yerinə. Bu olacaq 4 kvadrat 3. Bunu həll eləyəndə bu bəs niyə bərabərdir? Baxın, gəlin həll eləyək. 4 kvadrat 3. Fikir verirsiniz, sol tərəfdə burada bizə kəsirdir. A bölü 4-dür. Bura A bölü 4-dür. Sağ tərəfdə isə B bölü 3-dür. Sol tərəfi sola, sağı da sağa bərabərləşdirik. A bölü 4 bərabərdir 4. A oldu 16. Digər tərəfdən B bölü 3 bərabərdir 3. B-də neçə oldu? 9. Bunları yerinə yazırıq. Düsturumuz nədir bəs? A bölü 8 üstə 4B. Yəni ki, 16 bölünsün 8 üstə 4B. 4 vur 9. 36 üstə 2, 38. O da bizdə 38 Y variantıdır. Növbəti 44. Bu biraz sizə qarşı gələ bilər, amma aslında yenə də çox asan sualdır. Sadəcə birə-bir eyni formada yerinə yazmaq lazımdır. Bunu yerinə yazanda nə baş verəcək bəs? 13-3. Baxın, bu A-nın yerindədir, bu B-nin yerindədir, bu C-nin, bu da D-nin yerində. Yazıram da burada 13, operator 3, operator 3, 2. 3, 2. Nədir bəs qaydası? Baxın, düsturu buradadır. A üstə C, yəni 13 üstə 3. Bölünsün B çıxdı, 3 çıx 2. Digərində isə A çıxdı, 13 çıxılsın 3. B üstədir, 3 üstə 2. Bunları da hesablasaq, 16-nı 1-ə bölürük, 16. 13 çıx 3. Onu da 5-ə bölürük, olur 2. Deməli, bu birinci mötərizənin cavabı, buranın cavabı 16-2-dir. Bunu da yerinə yazsaq, arada da dairə operator. Dairə 1-2. İndi də baxırıq ki, bu bizdə A-nın yerində, bu B-nin yerində, bu C-nin yerində və bu da D-nin yerindədir. Dairəni isə burada yazırsınız yerinə. Burada yerinə yazında bəs nə baş verəcək? A çıx C, 16 çıxılsın 1. A vur D, 16 vur 2, çıxılsın 1. Onu hesablayan nə olacaq? 15, 31. 15, 31. Yəni A variantı. Növbəti gəldik 45-ə. Burada isə pilləvari operatordur. Bu 7-3-ü burada yazdıq yerinə. Mən fikir versə, sağ tərəfdə özü başqa birindən asılıdır. 3 bucaqdan asılıdır. Yəni biz bunu həll eləməliyik. 7-3 bucaq 3-ü həll eləyirik. 7-3 bucaq 3. O da özü kvadratdan asılıdır. 7 kvadrat 3 çıxılsın 1. Nəhayət biz bunu həll eləyək. 7 kvadrat 3. Baxın, bu nəyə bərabərdir? A çıx B, 7 çıxılsın 3 üstə 4. 4 üstə 4 bərabərdir 8. Amma tələsib cavab 8 seçmirik. Bu səhvdir. Bu 8 bizə nəyin cavabıdır? Bu bizdə kvadratın cavabıdır. Aparıram bunun yerinə 8 yazıram. 8-dən 1 çıxam olur 7. Bu 7 isə 3 bucağın cavabıdır. Həmin bu 7-ni də aparıb burada yazıram yerinə. 3 bucağın yerinə. 7 bunun cavabıdırsa 7 üstə 2. Bu da bizdə eləyəcək 9. Deməli, düzgün cavabımız A variantı 9-dur. Yəni, bu özü asılı operatordur. Operatorda sıra ilə qoyub aşağı düşmək lazımdır. Bu 45-dir. Sonra gəldi 46. 46 da birə-bir həmin formadadır. Baxın, yazırıq yerinə. 6, 2. Bu sağ tərəfə keçəndə olacaq belə. 6 dairə 2. Operator 6 kvadrat 2. Yəni, biz bunları hesablamalıyıq. Gəlin birinci kvadratı hesablayaq. 6 kvadrat 2. Daha birinci dairəmiş. Birinci dairəni hesablayaq. 6 dairə 2. Bu nəyə bərabərdir? A üstə B bölü 2. 6 üstə 2 bölü 2. 8-in yarısı olasıdır 4. Baxın, bunun cavabı, bu birinci mötərizənin cavabı, bu oldu 4. Olacaq 4 üstə gəlsin. İkinci isə kvadratı hesablayaq. Baxın, 6 kvadrat 2, orada göyrəklə yazıram. 6 kvadrat 2 özü bərabərdir. A dairə B, yəni 6 dairə 2 çıxılsın 1. Yəni biz bunu tapmalıyıq. 6 dairə 2 çıxılsın 1. Zaten dairənin cavabını tapmışıq da. Baxın, dairənin cavabı nəyə bərabərdir? Dairənin cavabı 4-dür.
Aparım burada qoyum yerinə. Bu yenə 4 yazsam, 4 çıxılsın 1. Bu da olacaq 3. Deməli, bura oldu 4 üstə 3, bu da 7. Yəni, buranın cavabı oldu 7. Sonra biz kvadrat əldə eləməliyik. 7 kvadrat 5. Yəni, bunun üstünü silək. Aparaq ayaq yerinə 7 kvadrat 5-i. Kvadratda yazdıq, orada təbii ki, dairəni tapmalıyıq. Dairə toplayıb olar 2-yə böləcək. Bir də saniyə. 7, 5-i yazıram burada yerinə. 7, 5. Sağ tərəfə keçdi. 7 dairə 5 çıxılsın 1. 7, 5-i burada yazdıq yerinə. Olur belə. A üstə 1 bölü 2. 7 üstə 5 bölü 2. 12-nin yarısı 6. Baxın, bu dairənin cavabıdır. Olacaq belə. 6 çıxılsın 1. Bu da oldu 5. Deməli, bizdə sağ tərəfində cavabı 5-dir. Və axırda bir dəfə də dairə operatoru var. Burada oldu 5. Deməli, olacaq belə. 7 dairə operatoru 5. Bəs dairə nə edir? Toplayıb 2-yə bölür. Nəhayət, bir dəfə də toplayıb 2-yə böləcəyik. 7 üstə 5 bölü 2. Bu da olacaq 6. Yəni, biraz qarışıq görünə bilər. Sadəcə operatoru sırayla yerinə düzgün formada yazsaz, məncə rahat həll edə bilərsiniz. Deməli, bu da oldu bizdə 46. Növbəti baxaq 47-yə. 47 də birə-bir eyni formadadır. Bu da asılı operatordur. 2, 1 yazıram burada yerinə. 2, 1. Sağ tərəfə keçəndə baxın 2A, 2-ni 2-yə vurdum. 4, 3B, 4-ü 3-ə vurdum. 3. Olacaq belə 4 kvadrat 3. Bunu həll eləmək lazımdır. Kvadratda yazdım yerinə 4 kvadrat 3. Olacaq belə A kvadrat çıx 2B. 4-ün kvadratı çıxılsın 2B. 2 vursun 3. 16-dan da 6 çıxasıyıq. Bu olacaq 10. 10 aparaq yazaq yerinə. Deməli 10 burada oldu. Deməli ilk cavabımız olacaq bizdə 10. Bura oldu 10. İkinci 4 kvadrat 8-i həll eləsək. 4 kvadrat 8. Nəyə bərabərdir bu? A kvadrat çıx 2B. 4 kvadrat çıxılsın 2B. 16 çıx 16 olacaq 0. Burada oldu 0. Deməli biz yekunda nəyə həll eləməliyik? 10 3 bucaq 0. Bunu həll eləsəz bəs. Olacaq 2A, yəni 20. Operator 3B. Zaten 3-lər vursuz bu 0 eləyəcək. Yəni biz bunu həll eləməliyik. 20 0. 20 operator 0. Bəs kvadrat operatorlar nəyə bərabərdir? A kvadrat çıx 2B. 20-nin kvadratı çıxılsın 2B. 2 vur 0. Bu da eləyəcək 400. Yəni yekun cavabımız olacaq 400 C variantı. Növbəti isə bizdə 48-dir. 48 də yenə asılı operatordur. Burada da sağ tərəfdəkilərdən asılıdır. Məsələn, baxın 2, 2. Yazdıq burada yerinə. Sağ tərəfə keçdi. A vur B. 2 vur 2. 2A, yəni 4. Bir də B. Bu olacaq belə. 4 çıxılsın. 4 operator 2. Yəni biz 3 bucağın cavabını tapmalıyıq. Bəs 3 bucaq niyə bərabərdir? 3 bucaq da bərabərdir. 4 3 bucaq 2. Bu bərabərdir. A 2B, yəni 4 2B. 4. Bir də 2A 8 və 2. 2A operator B. Gəlin əvvəlcə 4 4-ü hesablayaq. 4 dairə 4. Bunu hesablasaz, dairə A üstə B-dir. 4 üstə 4. Oldu 8. Sonra da 8 2-ni hesablayaq. A üstə B 8 üstə 2. Bu da elədi 10. Yəni bunun cavabı oldu 8, bu isə oldu 10. Yerinə yazsaq 8 üstə 10. Oldu 18. Baxın 18 bizdə bu 3 bucağın cavabını aparıb bu yenə 18 qoysaq, onda 4-dən 18 çıxırıq, bu da olur -14. -14 isə bu kvadratın cavabıdır. -14 dairə 20. Dairə isə sadəcə bunları toplayır. -14 üstə 20. Bu da olacaq 6. 6 da D variantıdır. Növbəti 49. 49-da da birə-bir formada qoyuruq yerinə. 2 1-i yazdıq burada. 2 1. Bu sağ tərəfə keçdi. 2 vur 1 üstə gəlsin. 2 operator 1 çıxılsın B. Yəni 1. Yəni oldu belə bir şey. 2 üstə 2 operator 1 çıx 1. Deməli biz tapmalıyıq 2 romb 1-i. Gəlin aparaq yazaq yerinə. 2 romb 1. Bu nəyə bərabərdir bəs? A kvadrat B üstə A. Yəni buna 2 kvadrat 1 üstə 2. Bunu hesablasaq bəs, bura 2 yazdıq, burada 1 yazdıq. Toplayıb 2-yə vurur. 2 vurulsun, 2 üstə 1. 3 2 bu olar 6. 6 bizdə kvadratın cavabıdır. Bura 6 yazdıq. 6 üstə 2 8. 8 isə rombun cavabıdır. Burada 8 yazdıq. 2 üstə 8 10, 1 çıxdıq 9. Baxın bizdə 3 bucağın cavabı oldu 9. Və kvadrat 2 var. Bəs bunu yenə toplayıb 2-yə vurur. 2 vurulsun.
9 üstə 2. 11 də 2-yə vuruq olur 22. 22 də D variantıdır. Növbəti 50. 50-də biraz daha sadədir. Baxın, burada aparıb yazırıq yerinə. Əvvəlcə 6, 4. 2A-mız 6-ya bərabərdirsə, onda A-mız 3-dür. B-miz ilə 4-ə bərabərdir. Nə olacaq bəs bu? Deməli, 6, 4-ü həll ediriksə, 6 dairə 4 bərabərdir AB, yəni 3 vurulsun 4, kvadrat 4. Bu da olacaq, yəni 12 kvadrat 4. Bunu həll etmək lazımdır. 12 kvadrat 4 də bərabərdir. A bölü 2, 12 bölü 8, bir dənə üzülürsən, burada, bu A-ymış. Bir dəqiqə, mən bura B yazmışam, bunu A eləməliyik. Yəni, A-mız da bizim orada 3 idi. 12 kvadrat 3, burada 3 yazırıq. Deməli, kvadrat həll edəndə A bölünsün 2B. Baxın, bu elə belə A-nın yerindədir, bu da B-nin yerindədir. A böl 2B, 12 bölünsün 2B, 2 vur 3. 12 böl 6 da olacaq 2, yəni Y variantı. Növbəti 51. Əvvəlcə 3 rom 2-ni həll eləyək. Baxın, 3 2-ni yazdım bura. Sağ tərəfə keçdi, oldu 3 dairə 2, çıxılsın 1. Yəni 3 dənə 3 dairə 2, çıxılsın 1. 3 dairə 2-ni həll eləsəz, bu bərabərdir 3 kvadrat 2 üstə 2. Nə həll gəlib 3 kvadrat 2-ni həll eləsəz, olacaq belə 3-ün kubu çıxılsın 2-nin kvadratı. 27 çıx 4 olacaq 23. 23 bizdə kvadratın cavabıdır. Baxın, bunun cavabıdır 23. 23 üstə 2, bu da oldu 25. 25 isə dairənin cavabıdır. 3 vur 25, 75, 1 çıxanda 74. 74 də nəhayət rombun cavabıdır. 74. İndi oxşar şeyləri sağdakı dairəyə həll edirik. Bunu burada qoymalıyıq yerinə. Aparıb orada yazsam yerinə. Görək nə baş verəcək. 74, 2. Mən 4, 3. 4, 3. Sağ tərəfə keçdi 4 kvadrat 3 üstə 2. Gətirdik bura. 4, 3. 4-ün kubu çıxılsın 3-ün kvadratı. 64 çıxılsın 9. Bu da oldu 55. Apardıq burada 55-i yazdıq yerinə. 55 üstə 2 oldu 57. Burada 57-dir. 74 üstə 57 olacaq 131. O da B variantı. Növbəti 52. Yenə sol tərəfi və sağ tərəfi ayrıca həll edib bunu ifadəni tapmaq lazımdır. Baxın, həll eləsək 5 16. Nəyə bərabərdir? A kvadrat üstə B. 5 kvadrat üstə 16. 25 16 41. Sonra isə x operator 5. Bu A-nın, bu da B-nin yerindədir. Nə olacaq burada? X-in kvadratı. Bizə sayını x-in kvadratı üstə gəlsin 5. Axı sol tərəf sağa bərabərdir. O zaman sol tərəfin cavabı 41, bərabərdir sağ tərəfin cavabı buna. 41 bərabərdir x-in kvadratı üstə 5. O zaman x-in kvadratı 36. Uşaqlar, əslində tapa bilərsiniz, x burada 6-dır. Axı, tapmağa ehtiyac yoxdur. Zaten baxın, biz x kvadratı aparaq qoyaq yerinə. Olacaq belə, 36 böl 9 üstə 1. 4 üstə 1, bu da eləyəcək 5. C variantı. Növbətdə burada 53. Bu yenə də x yazaq. O zaman bizdə əvvəlcə 6, 4-ü hesablasaq. 6, 3 bucaq, 4. Nəyə bərabərdir? 3A üstə 2B. 3 vur 6 üstə 2B. 2 vur 4. 18, 8, 26. Bu da x yazmışıq da 4x. Nəyə bərabərdir bu? 3A, 3 vur 4 üstə 2x. Sol sağa bərabərdir. 26 bərabərdir 12 üstə 2x. 14 bərabərdir 2x. X olacaq 7. Deməli, o sual işarəsi yenə 7 olmalıdır. Eyni formada buradakını tapsaq, sol tərəfi sola bərabərləşdiririk. A kubu 125-dirsə, A-mız olacaq 5. Digər tərəfdən 4B x-ə bərabərdirsə, götürüb burada B bərabərdir 4x yazmayın. Burada B bərabərdir x böl 4 olmalıdır. Bəs yaxşı, yeni yazıb hesablasaq, 2A üstə 2B-dir. Yəni 2 vurulsun 5, üstə gəlsin, 2 vurulsun B, yəni 2 vurulsun x böl 4. Bərabərdir 30-a. Bunu bu tərəfə keçirsək, 10, 30-dan 10 çıxacaq 20. 2 vurulsun x böl 4. Bərabərdir 20. Bunlar gedir x böl 2 olur. X böl 2 bərabərdir 20. O zaman bizim x də bərabərdir 2 vur 20, 40. Yəni x-in yerində burada 40 olmalıdır. Növbəti. Uşaqlar, burada 55-də də, 56-da da, 57-də də nəsə rəqəmlərdə səhvlik var. Çünki cavablar çıxmır. Biz yaxşısı 58-dən davam edək. Onun hamısı eyni suallardır, yəni fərqli bir şey yoxdur.
58. Aparıb yerinə qoysaq, bu A, bu da B-nin yerindədir. 2A olacaq belə 2 vurulsun 10. Üstə gəlsin 3B, 3 vurulsun x plus 2. Çıxılsın. İndi də bu A-nın, bu da B-nin yerindədir. 2A, 2 vurulsun x plus 3B. 3B, 3 vurulsun 6 plus 2. Bərabərdir 10-a. İndi bunu hesablasaq, buradakı 3x-dan 2x-i çıxacam, x qalacaq. 20 üstəki 22, 22-dən çıxacam 18 üstəki 20. 22 çıxılsın 20, bu da olacaq 2. X çıxılsın 2, daha sonra üstə gəlsin 2, bərabərdir 10-a. X də bərabərdir 8. Bu arada niyə müsbət olur? Çünki baxın, burada 22-dir, burada da 20-dir. 22 çıxılsın 20, orada 2 qalırdı, x plus 2. 59, 59 oxşar qaydadadır. Baxın, x-in yerində A durub, y-in yerində isə 2. Qaydamız nədir bəs? X, yəni A çıxılsın 5y, yəni 5 vur 2, üstə 8, bərabərdir 2-yə. Olacaq belə, A çıxılsın 2, bərabərdir 2, A-mız olacaq 4. Yəni Y variantı. 60-da isə biraz daha fərqlidir. Baxın, bizdə əvvəlcə B tapılmalı ki, aparıb onun yerinə asaq. Təbii ki, B-ni də buradan tapırıq, cavabı veriləndən. Baxın, sol tərəfdə A-nın yerində 18 çıx B-dir, B-nin yerində də B-dir. Qayda nədir? A üstə 2B, yəni 18 çıx B, bu A-nın yerindədir. Üstə gəlsin 2B, yəni 2 vurulsun B, çıxılsın 3, bərabərdir 20-yə. İndi bunu həll eləsək, 2B-dən B-nə çıxdım, B qalacaq, 18-dən 3-ə çıxdım, 15 qalacaq. 15 üstə B bərabərdir 20, B-miz də bərabərdir 5-ə. Apardıq yazdıq yerinə, 5 kvadrat 2. Bəs bu nəyə bərabərdir? A üstə 2B, 5 üstə 2B, 2 vur 2, çıxılsın 3. 9-dan da 3 çıxanda olacaq 6, yəni B variantı. Sadəcə əvvəlcə oradan B-ni tapıb yerini yazmaq lazım idi. Növbəti 61 də birə-bir eynisi, aparıb yazaq bunu, yəni bunu aparıb burada yazaq yerinə. A 18 çıx B-dir, B isə elə B-dir. 18 çıx B, bu A-nın yerindədir. Çıxılsın B, B-miz elə B-dir, bu da B-dir, plus 2. Bərabərdir 8-ə. 18 2 oldu 20, çıxılsın 2B, bərabərdir 8. Onda 2B, 12, B-miz olacaq 6. Yaxşı, B 6 çaparıb yazsaq yerinə. B-ni yenə bura 6 yazıram, 6 operator 3. A çıx B, 6 çıx 3, üstə 2. Bu da olacaq 3 üstə 2, 5. Yəni A variantı. Daha sonra 62-yə baxsaq, yenə də burada asılı operatordur. Baxın, 12 4-ü yazıram yerinə. 12 4. Sağ tərəfə keçir 2A, 24. Bu isə 3B. 4-ü 3-ə vurursunuz, 12. Yəni biz 24, 3 bucaq 12-ni həll etməliyik. Bu nədir bəs? 3A, 3-ə vururuq, 72. 3B, yenə 3-ə vurursunuz, 36. Yəni bunu tapmaq lazımdır. 72, romb 36. Bunu da aparıb yazıram yerinə. 72, 36. Nəyə bərabərdir bəs bu? A çıx 2B. Mən üzrü sayım, burada yenə səhvlik edib sualda. Bu da romb olar yəqin ki. Yoxsa başqa cür bunun cavabı çıxmaz. 72 çıxılsın 2B. 2 vurulsun 36. Bu deyilir 0. Hə, bu rombun cavabı 0-dırsa, bura oldu 0. 3 bucaq da bərabərdir 0, onda bu da bərabərdir 0-a. Yəni burada səhvlik edib çapda. O romb sonra da romb olmalıdır. Növbəti 63-ə baxaq. 63-də 2-ni aparıb bayaq yerinə həll edək. Baxın, bizdə operator 2-ni soruşur. Amma birbaşa onun cavabını biz bilmirik. Operator özü də başqalarından asılıdır. 3 bucaq 2-ni yazdıq yerinə. 3 bucaq özü bərabərdir melodiyadan. Melodiya 2 plus 7. Baxın, bunun cavabını tapmaq üçün gələk birinci melodiyanın cavabını tapaq. Melodiya 2. Bu nəyə bərabərdir? 2A, 2 vurulsun 2, çıxılsın dairə 2. İndi dairənin cavabını tapmaq lazımdır. Dairənin cavabını tapıram, dairə 2. Bu nədir bəs? 4A, 4 vur 2, çıxılsın 5. Bu oldu 3. Uşaqlar, 3 bizdə nəyin cavabıdır? 3 fikir versəz, dairənin cavabıdır. 3 qiymətini aparıb burada yazıram yerinə. Bunu yerinə yazıram 3. Olur 4 çıxılsın 3, 1. 1 nəyin cavabıdır bəs? 1 isə bu melodiyanın cavabıdır. Aparıb burada 1 yazsaz, 1 üstə 7 olacaq 8. Yəni B variantı. Növbəti 64-də, baxın, bunu aparıb burada yerinə yazsaq. Dairə operatorunun cavabına, dairə axı buna bərabərdir. Nə olacaq? Olacaq belə A kvadrat üstə B kvadrat çıxılsın 2AB. Bu da yəqin ki, məktəb vaxtından xatırlayarıq. Müxtəsər vurma düsturudur. A çıx B-nin kvadratıdır. Yəni bu ifadəni aparıb orada qoyub uzun ədədlər almaqdansa, elə burada qoyaq da 982 çıxılsın 977-nin kvadratı.
Bunu hesablasaz 5'in kvadratı olacaq 25. O da C variantıdır. 65-də isə həmişə belə ifadədə kəsr formada gördüksə, soruşana da x deyin, buna da x deyək. Təbii ki, bu A-dır, bu da B-dir. A-ların yerinə 4, B-lərin yerinə 2, ümumi operatorun yerinə x qoyun. Onda nə olacaq burada? Olacaq belə 2 üstə 8 bölünsün 1 plus x A çıx B, yəni 4 çıx 2 vurulsun 2. Sağ tərəflədə 4. Bu 2-ni bu tərəfə keçirim. Onda olacaq belə 8 bölünsün 1 plus x bərabərdir 4 çıxılsın 2. Bu dedilir 2. O zaman burada çarpaz vursaq, baxın belə bir şey aldıqda 8 bölünsün 1 üstə x bərabərdir 2. Çarpaz vursaq, axı bu məxrəci 1-dir. Bunu bura vurun, bunu da bura vurun. 2 vurulsun 1 üstə x bərabərdir 8 böldüz 1 üstə x bərabərdir 4 x isə 3. Deməli bizdən soruşulan operator nəyə bərabər imiş? 3-ə. Bu da C variantıdır. Yəni kəsr tipli görəndə həmişə soruşulan x deyin, gerisini həll edin, getsin. Burada da eynisə. Baxın bu operatora bir x desək, bu təbii ki A-dır, bu da B-dir. Biz sayını buranı silək, orada yerimiz olsun. Olacaq belə bir şey. 1 çıxılsın 1 böl x. Təbii ki, yuxarıda da 1 var. Bərabərdir A çıx B-yə, 4 çıx 2-yə. 4-dən 2-ni çıxdı, bu 2 elədir də. Yəni olur belə. 1 bölünsün, 1 çıxılsın, 1 böl x bərabərdir 2-yə. Yaxşı, çarpaz vuranda bu məxrəci 1-dir. 2-ni bura vurur. Olur belə 2 çıxılsın. 2 böl x bərabərdir 1-ə. Bu tərəfə keçir. 1-dən 2-ni çıxırsınız. Qalır mənfi 1. Mənfi 2 böl x bərabərdir 1 çıx 2 mənfi 1. Burada vuranda çarpaz vurursunuz. X isə bərabərdir. Mənfi x bərabərdir mənfi 2-yə. X də bərabərdir müsbət 2-yə. Yəni soruşulan operatorun cavabı bərabərdir 2. Növbəti 67. 67-də yenə buna x dediniz. Bu həm A-dır, bu isə B-dir. Olacaq belə. 2 üstə x böl 2 bölünsün 24 bərabərdir 2 bölünsün 2A üstə B. 2 vur 2 üstə B. Sağ tərəf oldu 2 vur 2, 4 üstə 2, 6 da 2. İndi çarpaz vurursanız 6-nı bura vurursunuz. 6 vurulsun 2 plus x böl 2. 24 də bu tərəfə 2, 48. İndi bununla bu getdi. 48 ilə 6 getdi. Burada 8 qaldı. 2 plus x böl 2 bərabərdir 8. X böl 2 bərabərdir 6, x olacaq 12. X-imiz 12-dirsə, o da B variantıdır. Gəldik növbəti 68. 68 yenə asılı operatordur. 4 2-ni atdıq bura. 4 2. A kvadrat B. 4 kvadrat 2. 4 vurulsun 2. 4 kvadrat 2. Bu nəyə bərabərdir? Bəs A vur B. A operator B. 3 bucaq hesablasaz 4. 3 bucaq 2 bərabərdir 4 vur 2. Çıxılsın 4 üstə 2. Nəysə 8 üstə 6 oldu 2. 2 bizdə fikir versiniz 3 bucağın cavabıdır. Baxın bu yenə 2 qoyursunuz. Orada 4 vur 2 də var idi. 8 çıxılsın 2 eləyəcək 6. 6 isə bizdə kvadratın cavabıdır. 6 üstə 8. Bu da olacaq 14. 14 də C variantıdır. Növbəti 69. 69-a yenə yazdıq. Bura 3, 4. Sağ tərəfə keçdi, oldu belə. 3 kvadrat 4. Çıxılsın 3 dairə 4. Gəlin kvadratla dairəni hesablayaq. 3 kvadrat 4 nəyə bərabərdir? 3A kvadrat, 3 vur 3 kvadrat, çıxılsın 2B, 2 vur 4. 27 çıxılsın 8, 20, 19. Bəs 3 dairə 4, bu da bərabərdir. A vur B, 3 vur 4, çıxılsın 7. 19 7 çıxanda bu da 12. Deməli, tapdıq ki, kvadratın cavabı bərabərdir 19-a, dairənin cavabı isə bərabərdir 12-yə. Şu an yenə burada düzgün cavab verilməyib. Cavab olmalıdır 19 üstə 12, 31. Yəqin ki, onsuz rəqəmdə səhvlik gedib. Növbəti 70. 70-də əlin 4-3 yazar yerinə. 4-3. Bunu sağ tərəfə keçirəndə 2A, 8, B-nin kvadratı 9, plus A, yəni 4. Oldu belə bir şeydə 8, 3 bucaq 9, plus 4. Bəs 3 bucağı hesablasaz. 8, 9. Bu nəyə bərabərdir? A-nın kvadratı, 8-in kvadratı 64, 3B, 27, çıxılsın A, 8.
Yəni oldu belə bir şey. 64 melodiya 27 çıxılsın 8. Nə hərəkəti biz melodiyanı hesablasaq 64 27. Bu A çıx 2B-dir. 64 çıxılsın 2 vur 27. 64 çıx 54 olacaq 10. 10 bizdə melodiyanın cavabıdır. Bura 10 yazdıq. Bu 10-dur. 10 çıx 8 olacaq 2. 2 isə 3 bucağın cavabıdır. Baxın bunun cavabıdır. Burada 2 yazsaz 2 üstə 4 olacaq 6. Baxın 2-nin bucağını aparıb yazırıq burada yerinə. Növbəti 71 də oxşar formadadır. Baxın 2 2-ni yerinə yazırıq. 2 2. Sağ tərəfə keçir 3A 6 5B 10 çıxılsın A üstə B. Deməli 2 üstə 2 oldu belə bir şey. 6 romb 10 çıxılsın 4. Rombu hesablasaq bura 6 bura 10 yazıram. A kvadrat 36 2B 20 üstə B 10 çıxılsın 2. Oldu belə də 36 dairə 20 10 çıx 2 üstə 8. 36 dairə 20-ni hesablasaq bu nədir bəs? 2 vurulsun A çıx B. 2 vurulsun 36 çıxılsın 20. 2 vur 16 olacaq 32. 32 bizdə dairənin cavabıdır. Aparıb bunun yerinə 32 yazırıq. 32 üstə 8 olur 40. 40 isə rombun cavabıdır. Aparıb burada 40 yazırıq. 40-dan da 4 çıxanda qalır 36. O da olur B variantı. Növbəti 72. Bu şərt operatorudur. Hansı bir dərsə orada yazırıq yerinə. Baxın 3. A 4-dən böyük olsa burada yazmalıyıq. A 4-dən kiçik olsa burada yazmalıyıq. A 4 olsa isə burada yazmalıyıq. İndi bizim A-mız nədir? 3. Bu təbii ki 4-dən kiçikdir. 4-dən kiçikdirsə hansında yazırıq? İkincisində. Yəni A bölü 3-də. Bu da olub 3 bölü 3. Yəni 1. Baxaq A variantı. Növbəti 73. Yenə şərt operatorudur. Əvvəlcə nəyə həll edirik? 2 3-ü. 2 kvadrat 3. Baxın bu A-dır. Bu da B-dir. Bizdə təbii ki B daha böyükdür. B böyük olanda düstur birinci imiş. A üstə 2B. 2 üstə 2B. 2 vur 3. Oldu 8. 8-i yazdıq yerinə. 8 kvadrat 7. Bu nəyə bərabərdir bəs? İndi isə bu A-dır, bu B-dir. A daha böyükdür. A daha böyüksə baxın düstur budur. A-nın böyük olduğu. 3AB. 3 vurulsun 8 vur 7. 56 üçün 168. Oldu 73. Növbəti 74-də baxır. Yenə şərt operatorudur. 3-4-ə həll eləsəz bu A-dır, bu B-dir. B daha böyükdür. Onda nə olacaq? B-nin B olduğu düstur budur. A üstə 2B. 3 üstə 2B. 2 vur 4. 3 üstə 8 11. Deməli oldu 11. 3 bucaq 6. Yenə bu A-dır, bu B-dir. İndi isə A daha böyükdür. Onda baxın düstur buradadır. 2A çıxılsın B. 2 vurulsun 11 çıxılsın B. O diləcə 22 çıxılsın 6 16. 16 da C variantıdır. 75-də isə əvvəlcə operator tapmaq lazımdır. Baxın bunu tərəfə keçirsək onda nə olacaq? 2 dənə A operator B bərabərdir 3B çıxılsın A. Onda mən buna bir x desəm 4 operator 6-ya bu x-ə bərabər olsa. Bu təbii ki A-dır, bu da B-dir də. Nə olacaq? 2x bərabərdir 3B. 3 vurulsun B-nin yerində 6-dır. Çıxılsın A. 18-dən 4 çıxanda 14, 2x 14, x olacaq 7. Deməli bizim cavabımız olmalıdır 7 A variantı. 76 oxşar formada bunu tərəfə keçirdik. Olacaq belə 3 dənə A 3 bucaq B bərabərdir. A vur B çıxılsın 1. İndi yenə buna x desək, bu x-ə bərabər olsun, bu A olsun, bu da B olsun. 3x bərabərdir A vur B. 11 vur 2 çıxılsın 1. 3x bərabərdir 21. X olacaq 7. Bu da Y variantıdır. 77 uşaqlar tərs operatordur. Burada bir dəfə, özün bir dəfə isə tam tərsini yazmaq lazımdır. Baxın, gəlin mən bunu burada qeyd edeyim. Yəni, operatorda ən qarışıq, ən çətin sizə bu gələ bilər. Ona görə buna diqqətlə baxaq. Mən 6-3 yazıram burada yerinə olduğu kimi. 6 romb operatoru 3. Bu nəyə bərabərdir? Bu bizdə A-dır. Bu isə B-dir. Bərabərdir, əgər yerinə qoyursanız A vur B. 6 vurulsun 3. Çıxılsın 2 dənə BA. Yəni 3 operator 6 üstə B. Baxın, bu bizdə B-nin yerindədir. Bu isə A-nın yerindədir.
Uşaqlar, həmişə tərs operator var. Yəni bir dəfə A operator B, bir dəfə də B operator A varsa, burada həmişə bir dəfə olduğu kimi yerini yazandan sonra ikinci dəfə tam tərsini yazmalısınız. Yoxsa bunu heç vaxt həll edə bilmərsiniz. Vardı bu B deyilir, bunun üzrü sayın. Burada neçə idi? Bizim B-miz 3'dür. Yəni burada 6-3 yazsaq, ikinci dəfədə tam tərsini yazırsınız. İkinci dəfədə burada yazaq 3 altını. 3 operator 6. Bu nəyə bərabərdir? Bəs yenə A vur B, 3 vur 6. İndi artıq A-ların yerinə 3 yazırsınız, B-lərin yerinə 6. İndi bunu yerinə yazanda olacaq belə də. Çıxılsın 2 dənə B, 2 dənə 6, 3. Və üstə B. Üstə gəlsin B-imizdə 6-dır. Həmişə sizdən nəyi soruşursa, əgər fikir versəz, bizdə soruşan 6, 3-dür. Buna da x deyin. Əgər bu x-dırsa, bu da x-dir. Bunlara ben x dedik, çünki x deyil şeydir. X, bu da x. Digər neçədən y deyin də, birbirine qarışmasın. Bu da olsun 1y, bu da y. Bunlara da 1y dedik. Ha, bu da y-dir. Biz də saniyə üzülür sayın. Bu da y-dir, o da y-dir. Bu da y-ə bərabərdir, bu da y-dir. Onda belə bir şey olacaq buradan. Olacaq ki, tapacaq ki, belə bir şey. X bərabərdir. Axı biz 6, 3, x dedik. X bərabərdir nəyə? 6 vur 3, 18 çıxılsın 2y üstə 3. Digər tərəfdən y də bərabərdir. 18 çıxılsın 2x plus 6. İndi burada həll eləsək 18 üstə 3 21 eləyir. Olacaq belə x bərabərdir 21 çıxılsın 2y. Buradan da y bərabərdir 24 çıxılsın 2x. Sonra da şöyle həmişə həll eləmək istəyirsinizsə, y-in qiymətini əvəz edib aparıb yuxarıda yerinə yazın. Baxın, bizə y nəyə bərabərdir? Y-ə baxsaq, y 24 çıx 2x-dir. Bunu aparıb burada yazın yerinə. Onda olacaq x bərabərdir 21 çıxılsın 2 vurulsun 24 çıxılsın 2x. İndi bunu həll eləyəndə x bərabərdir 21 çıxılsın 2 24-dən 48 mənfi budur müsbət 4x. Bu tərəfə keçir. Olur mənfi 3x. 48-dən 21 çıxır, bərabərdir mənfi 27. X olur müsbət 9. Bilirəm, biraz uzun gedir, biraz qarşılıqdır. Sadəcə burada əvvəl birinci özün yerinə qoyduqdan sonra ikinci tam tərsini yazmaq lazımdır. Tam tərsini yazdıqdan sonra isə bizdə nəyə soruşursa onu bir dənə x-lə deyirsiniz. Məsələn, biz x orada yaşına işarətləmə bir dənə x dedik, qırmızılara bir dənə y dedik. Ondan sonra isə həll edirsiniz. 78 də bunun birə-bir eynisidir. Yəni, eyni formada həll edirsiniz, özünüz baxarsınız. Gəlin, baxaq 79-a. Baxın, biz burada həll eləmək üçün əvvəlcə x falan tapaq ki, x falan nəyə bərabərdir, ondan sonra həll eləyək. Baxın, 2x 16-dırsa, x-imiz 8-dir. 3y 27-dirsə, y-imiz 9-dur. Z-in kubu 8-dirsə, z 2-dir. 4-4-dirsə, t də 1-dir. Düstur nədir? X üstə t. Yəni, 8 üstə 1, y üstə 2z. Yəni 9 üstə 2z. 2 vur 2. Bu da olacaq 9, 13. 9, 13 də A variantıdır. Həmçinin burada da eyni şeydir. Məsələn, birinci nə tapırıq? 2x plus 1 5-ə bərabərdir. 2x plus 1 5-dirsə, 2x 4-dür, x də 2-dir. Sonra bu isə y qüvvətində x-dir. Y qüvvətində x bərabərdir 9. Axı siz x-i bilirsiniz. X bərabərdir 2-yə. Y-in kvadratı 9-dursa, y də 3-dür. Sağ tərəfdə z çıx 2 1-dir, z çıx 2 1-dirsə, z 3-dür və t üstə 1 də 4-dür. T üstə 1 də 4-dürsə, t də 3-dür. İndi aparıb düsturda yazaq yerinə. Düstur nəymiş bəs? X vur z, yəni 2 vur 3, y vur t, 3 vur 3. Bu da olacaq 6, 9. 6, 9. Yəni D variantı. Növbəti 81. Burada isə baxın, özü düstur verib ki, A-nı B-yə vur, C-ni D-yə vur, topla. Yəni, qarşı-qarşıya vur, topla. F-i hesablasaz. 2 vur 3, üstə 4 vur 5. Olacaq 26. Bura 26-nı yazdıq. Bəs bunu hesablasaz, yenə qarşı-qarşıya bunu bura vurursunuz, bunu da bura vurursunuz. 2 vur 7, üstə 3 vur 26. 78, 14, üstə 78. Bu da olacaq 92. Yəni, C variantı. 82-də yenə sol tərəfi sola sağa bərabərləşdirdik. A kvadratı böl 3 12-dirsə, A kvadratı 36, A da 6. Digər tərəfdən B-nin kubu böl 2 bərabərdir 32-dirsə, B-nin kubu 64, B də olacaq 4.
Artıq hər ikisini birlikdə aparıb yazaq yerinə. Düsturu nədir? 3a, 3 vurulsun 6 bölünsün 2, çıxılsın 9b bölü 4. 9 vur 4 bölü 4 üstə 1. Bu bundan getdi 9 qaldı, bu da bundan getdi 3 qaldı. 3 üçün 9, çıxılsın 9 üstə 1. Demək ilk öncəmiz yazılacaq 1. Növbəti 83. 83-də yenə burada 6 kvadrat 10'ları ayrıca həll eləmək lazımdır. Gəlin yazaq yerinə. 6 kvadrat 10. Baxın, sol tərəf x üstə 2-dir. Sağ tərəf isə y-dir. Onda x 8-dir, y deyil 10'dur. Bunu hesablasaq x plus y. 8 üstə 10. Oldu 18. Bu birinci mötərizənin cavabı. İkincini həll etsək. 10 kvadrat 2. Yenə bu x plus 2-dir. Bu isə y. Bizi saniyə üzrü sayın. Burada x plus 2 mən burada səhv qoymuşam. x plus 2 6-dır, 8 orada 4-dür. Bu da olacaq 4 üstə 10, 14. Çox üzrü sayın. Bunu düzəltdik. Oldu 14. X üstə 2 10-dur, 8-dir. Və y də 2-dir. Düstur nə idi? X üstə y. 8 üstə 2. Bu da elədi 10. Biri 14 oldu, biri də 10 oldu. Baxın, bu 14'dür. Bu da 10'dur. Arada da dairə var. 14, dairə 10. Bəs nə edir burada? 1'in üstünə, x'in üstünə 1 gəlir, o birinə vurur. 14'ün üstünə 1 gəldim. 14 üstə 1 vurulsun 10. 15'i də vurulanda olacaq 150. 84. Yenə soruşan x deyək. Bu olsun a, bu da olsun b. Olacaq belə 1 çıxılsın 3 bölünsün x bölü 2 bərabərdir 1 bölünsün açıq 4b. Yəni 6 çıxılsın 4b. 4 vur 1. Olacaq belə bir şey. 1 çıxılsın 3 bölü x bölü 2 bərabərdir 2-də 1. Yaxşı, 1-dən nəyə çıxanda 2-də 1 eləyir? 1-dən bunu tərəfə keçirsəz 2-də 1 qalır deyə burada. 2-də 1 bərabərdir 3 bölünsün x bölü 2. Çarpaz vursaz 3'ü 2'yə vurursunuz x bölü 2'nə bura. Alacaq ki, belə x bölü 2 bərabərdir 6, x də bərabərdir 12. Və nəhayət gəldik sonuncu sualımız. Yenə də burada şərt operatorudur. Baxmalıyıq ki, hansı ödənir. Baxın, birinci bunu həll etsək. 4 kvadrat 3. Bizdə nədir məsələ? Əgər a-la b-ni, a vur b-ni 3'ə bölüb 4 çıxanda 0-dan böyüksə burada qoyuruq, 0-a bərabərsə o birində, 0-dan kiçiksə birində. Yəni belə deyək də, a bölü 3 çıxılsın 4 daxı. Bu məsələn tutaq ki 0-a bərabərdir. Bu tərəfə keçiririk. A bölü b bölü 3 bərabərdir 4. A vur b daha doğrusu bərabərdir 12. Əgər a vur b 12-dirsə burada qoyuruq. 12-dən böyükdirsə burada qoyuruq. 12-dən kiçikdirsə burada qoyuruq. Baxın, a vur b ilə 12 eləyir. Bu a-dır, bu da b-dir. Onu da ortadakında qoyursunuz burada. Nədir bunun düsturu? 2a üstə b. 2 vur 4 üstə b. Oldu 11. Sonra gəldi ikinci. 5, 2. Əgər bunu hesablasaz, a vur b bu 12-dən kiçikdir. 12-dən kiçikdirsə, əgər düsturumuz budur. Kiçik olan. A üstə 2b. 5 üstə 2b. 2 vur 2. Bu da oldu 9. Nəhayət axırıncısı 2 kvadrat 7. Bu isə 12-dən böyükdür. Çünki bura fikir versəz, bu a-dır, bu da b-dir. Bunları vuranda 12-dən böyük eləyir. 12-dən böyüksə düsturu birinci. A plus b. 2 üstə 7. Bu da oldu 9. Axı, hər birini tapdıq, aparıb yazaq yerinə. Bizə saniyə üzrü sayın. Deməli, qələm buradan. Bunları yazırıq yerinə. Bu 11-dir. Bu 9-dur. Bu da 9-dur. Arada da yenə kvadrat operatorları var. Amma nəzərə almalısınız ki, bundan sonra hamısı böyük olacaq 12-dən. Çünki baxın, 11 kvadrat 9, kvadrat 9. Birinci buranı həll etmək lazımdır da. 11 kvadrat 9. Bunu həll eləyəndə axı, hər ikisi 12-dən böyük. Bu a vur b 12-dən böyük olur, 99 eləyir. Onda baxın, düsturu budur. Bu yox, üzrü sayın, o biri a üstə b. Budur. Burada yox, o birinə qoyuruq. 11 üstə 9. Bu da oldu 20. Bunun cavabı 20-dirsə, aparıb yazaq yerinə. 20 kvadrat 9. Bu da olacaq a plus b. 20 üstə 9. Yəni 29. Belə əziz tələbələr, bir mövzu izahının sonuna gəldik. İnşallah növbəti mövzuların izahlarında görüşənədək hər birinizi uğurlar. Ümid edirəm ki, bütün izahlar sizə aydın olmuşdur.